Canananı və hədiyyəsini görən Mətanət İskəndərli nə reaksiya verirsə, mən xahiş edirəm bizim rejissorumuzdan təqdim edərkən sujeti, daha doğrusu görüntüləri, mənim səsimi bağlamayın, mən orada bir neçə şərh edəcəyim. Gəlin birlikdə izləyək. Mətanət İskəndərli və Canana qarşılaşması. Tuncay var işte. Vay buna kurban olaram. Can. Tuncay da sənət adamıdır ya. Bak o Günay Tiyatro'nun artistidir. Ondan sonra Fidan rollarda bir de Buratino oynuyor. Hocalı tamaşasında oynuyor. Buratino oynuyor. Can. Tuncay. Nələri çox istəyirsən Tuncay. Söz verirsən mənə bu qədər insanların içində. Söz verirsən mi sən adaya girəcəksən? Söz verirsən mi? Söz verirsən? Söz verirəm. Bax, söz verdin ha. İnşallah deyək. Kim olmaq istəyirsən? Bax, söz verdin ha. Sonra bax, bayra çıxardım. Və Canana gəlir gördüyünüz kimi, əlində hədiyyə. Alqışlayan belə gənclərimizi. Canana yaxınlaşır. Mətanət xanım hələ Canananı görmür. Növbəti nəvəsi Ruhlanı dəvət edir. İnjiner olacaq mənim falan. Sən kim olmaq istəyirsən? Həkim olmaq istəyir. Mənim balalarım Azərbaycanın gözəl. Və Canana hazırladığı hədiyyəni bağlamadan açır, Mətanət xanıma təqdim edir. Ən maraqlı məqamlar indi yaşanacaq. Mətanət xanım şəkili gizlədi. Və sanki narazı halda Canana yerinə əyləşməyə gedir. İndi Canananın kiçik qızı Mətanət yaxınlaşır və anasının verdiyi hədiyyəni üzü yuxarı qoyur. Burada isə onların ailə portretidir. Ailəlikcə çəkdirdiyi şəkli Canana tabloya qoyaraq eks-qaynanasına hədiyyə edir. Bu çox maraqla qarşılandı. Sanki sükut çökmüşdü zalda. Hər kəsin diqqəti Cananada idi. Əlindəki bağlamada nə var? Və Canana hədiyyəsini açanda fikir verdisə, böyük oğlu ona hədiyyəni açmağa kömək edir. Nənəsinə uzadır hədiyyəni. Mətanət xanım isə hədiyyəni Cananadan gəldiyini görür və heç bir reaksiya vermədən, heç bir şərh vermədən sadəcə ona gələn saysız güllərdən birinin arxasına qoyur ki, bu şəkil, bu tablo üzə çıxmasın və ondan sonra Canana narazı formada, yəni əslində Canana bəlkə də orada gözləyirdi ki, Mətanət xanım onun da adını çəkər, ona da bir söz deyər. Mətanət xanım isə konsertdə belə bir şey etmədi və daha sonra gördüyünüz kimi Canananın kiçik qızı elə əməkdar artistin adına qoyulan adaşı balaca Mətanət gəlir şəkli üzü yuxarı, anasının hədiyyəsini üzü yuxarı qoyur. Lakin bununla da maraqlı məqamlar bitmir. Konsertin maraqlı məqamlarından biri də Canananın gözü qarşısında Mətanət İskəndərlinin ikinci gəlinin valideynlərinə, yəni qudalarına dediyi sözlər olur, təriflər olur. Gəlin o kadrları da birlikdə izləyək.